Salam qızlar, necəsiniz? Hər vaxtınız xeyir. Bu dəfə sizə piknik üçün getdiyimiz maraqlı bir məkan haqqında danışmaq istəyirəm. Öncəliklə qeyd edim ki, bu reklam xarakterli deyil. Sadəcə videoları storyya atmışdım və izləyicilərim çox bəyəndilər. Çox sağ gəldi. Haradır, hansı rayondur, necə keçdi. Ona görə düşündüm ki, çəkdiyim bütün videolardan ibarət bir post hazırlayım, paylaşım. Bu rayon qızlar Masallı rayonudur və məkanın adı Yanardağdır. Buraya ilk dəfə də gedirdim. Düzü bir neçə piknik üçün məkanlarda olmuşam. Beləsini heç görməmişdim. Burada bisetkalar var. Yerə xalça salmağa ehtiyac yoxdur. Sadəcə yolu biraz sözün düzü narahat idi. Düzü mənim üçün maraqlı idi çayın içindən keçdiyi bisetkalara çatmaq üçün. Amma uşaqlı adam üçün biraz apasındır. Görürsünüz, Kənan uşağın kaliskasını qucağında daşıdı. Şimdi keçid üçün qoyulmuş dirək çox nazik idi. Üstəlik tərpənirdi. Yəni bəzən yıxılma ehtimalı da ola bilər və Pramoy çaya gedəcəksiniz. Qızlar, amma günümüz buna baxmayaraq çox maraqlı keçdi. Və qeyd edeyim ki, burada restoran yoxdur. Qidalanmaq üçün bütün ərzaqları özünüzdən aparmalısınız, nə yeyəcəksinizsə əgər. Biz orada sac bişirdik, kebab çəkdik. Öncəliklə sac bişirmişdik, sacı yedik və Kənan Məryaşqa ilə yatdı qaldı və buna görə də kebaba gecikmişdik. Kebabın ətini hazırlamışdıq. Kənan yuxudan durandan sonra kebabı çəkməyə başladı. Onlar yatmışlar, mən də bu ətrafı gəzirdim, məkanı gəzirdim. Getdim qəşəng çayda o tərəfə keçdim. Hətta soyuq olmasına baxmayaraq çox maraqlıdır. İlk dəfə idi çaydan keçirdim. Amma qaydanda qaranlığa düşmüşdü kebabı gecikdiyinə görə. Sözün düzü o yolu gecə qayıtmaq özü də uşaqla çox çətin oldu və hətta həyəcan keçirdim o nazik dirəyin üstündən keçdiyi. Çünki yıxılsaydıq axşam vaxtı çay biraz da soyumuşdu, amma şükür yaxşı oldu.